Salam. Əgər bu videonu izləyirsinizsə, demək ki, iş axtarırsınız. Mən də bu işə başladığım zaman sizin kimi tərəddüdlərim var idi. Ancaq düzgün qurulmuş iş sistemi sayəsində burada böyük nailiyyətlər və uğurlar əldə etdim və bunu öz komandama, öz iş yoldaşlarıma ötürməyə, öyrətməyə hazıram. Əgər siz də yaxşı gəlir əldə etmək istəyirsinizsə, onlayn şəkildə çalışaraq çoxlu pullar qazanmaq istəyirsinizsə, bu qrupda paylaşılan 6 videonu izləyin. Videolar qısa videolardır və bu qısa videolardan sonra artıq siz özünüzü bu biznesə hazır hiss edəcəksiniz. Bəli dostlar, çoxlarımız alışmışıq ənənəvi işə, ənənəvi və yaxud da biznesə. Yəni biz ya gedib hansısa bir dövlət işinə və yaxud da digər işlərə fərq etməz. Mağazada satıcı ola bilər, zavodda ola bilər. Müxtəlif, yəni istənilən 300 manat maaşlı işlərdən söhbət gedir. Biz ya gedib maaşlı işə düzəlirik, aylıq bizə 300-500 uzaqbaşı ən yaxşı halda 1000 manat verirlər və biz harasa səhərdən axşama qədər yay, qış fərq etməz zanit olmalıyıq. Ağır iş rejimi ilə çalışmalıyıq və axırda qazandığımızı isə ayın başından axırına güclə çatdırmalıyıq. Yəni çox çətinliklə o gəliri biz çatdıra bilirik. Ya da ki, özümüz biznes qururuqsa tutaq ki, kiminsə bir balaca əlində vəsaiti var, pulu var, onu biznes qurmaq məqsədi ilə xırda bir ticarətdən başlayır. Fərq etməz istənilən şeyin ticarəti ilə. Bəziləri geyim ticarəti eləyir, bəziləri şirniyyat ticarəti, müxtəlif yəni sahələrdə ticarət növləri ilə vəsait eləyirlər. Yəni ən xırda ticarətdən başlamaq istəyirsinizsə, sizin əlinizdə heç olmasa bir 5000 manat, 10000 manat pulunuz olmalıdır və çox vaxtı da çox insan bu pulu neyniyir? Batırır, alındıra bilmir o ticarəti. Yəni bir sözlə bu risklidir. Yəni sən hansısa bir ticarətə vəsait qoyursan, ancaq bilmirsən o ticarət alınacaq yoxsa yox. Ancaq mənim sizə bu 6 videoda təqdim edəcəyim ticarətdə, yəni tamamilə sizə izah edəcəm və görəcəksiniz ki, bu qətiyyən yəni bu biznesdə, bu biznes nə qədər insan üçün ən əlverişli, ən rahat iş sistemidir. Belə ki, siz bütün bildiyiniz iş sistemlərində olduğu kimi səhər saat 9-dan 6-ya qədər harasa zanit olmaq məcburiyyətində deyilsiniz. Nə var, 300 manat, 500 manatın müqabilində sizin həm vaxtınız gedir, həm enerjiniz gedir, həm evinizdən, uşağınızdan olursunuz, ailənizə, uşağınıza vaxt ayıra bilmirsiniz və bunun müqabilində də nə qazanırsınız? Quru maaş, 300-500, uzaqbaşı 1000 manat maaş. Yəni bu 1000 manat da sizə çatmır. Mənim sizə təqdim etdiyim iş sistemində isə siz evdə rahat oturub, yəni ev şəraitində, telefon əlinizdə, sadəcə smartfon telefonundan istifadə eləyərək, gündəlik 2 saatınızı, 3 saatınızı ayıraraq, səhər tezdən gedib hardasa kiminsə sözünü eşitmədən, hansısa bir müdirin danlağını eşitmədən, hansısa bir iş yerinə gecikdiyinizə görə, 5 dəqiqə, 3 dəqiqə gec qaldığınıza görə danlanmayacağınız, evin içərisindən sərbəst iş qrafiki ilə çalışa biləcəksiniz. Çayınızı, kofenizi içə-içə, evdə uşaqlarınıza, ailənizə vaxt ayıra-ayıra, yeməyinizi bişirə-bişirə, tutaq ki, xanımsızsa, siz bu iş prosesini həyata keçirərək bu biznesdən pul qazana biləcəksiniz. Burada digər iş sistemlərindən fərqli olaraq, hansı ki, siz hansısa digər klassik iş sistemlərinə hara işə düzəlirsinizsə düzəlin, sizə orada heç bir şey öyrətməyəcəklər. Tam tərsinə, hətta sizdən təcrübə tələb edirlər əksər iş yerlərində ki, sizin təcrübəniz varmı? Yəni belə çıxır ki, kiminsə təcrübəsi yoxsa həmin insan işsiz qalmalıdır. Amma mənim sizə təqdim etdiyim iş sistemində hazır sistem var, təlimlər var. Yəni burada bütün iş prosesi hazır sistemlə, təlimlərlə sizə öyrədilir. Hər bir şey dərinliklərinə qədər başa salınır və siz burada təcrübəniz olmadığı halda çalışa bilirsiniz və hətta normal işdən, klassik işlərdən, digər işlərdən 300 manata, 500 manata qani olduğunuz işlərdənsə daha yüksək gəlirlər əldə edə bilərsiniz. Yəni həm iş sizə öyrədilir, həm də yüksək gəlirlər əldə edə bilərsiniz bu iş sistemində. Hazır şəkildə sizə verilmiş iş strukturundan istifadə eləyərək siz ömürlük olaraq burada qurulmuş, yəni öz qurduğunuz, hansı ki özünüz özünüzə qurduğunuz bu biznesdə ömürlük olaraq siz passiv gəlir əldə edə bilərsiniz. Yəni hər ay hazır qurulmuş sistem, sizdə artıq bir dəfə sistemi quracaqsınız və o qurduğunuz sistem ömür boyu sizə passiv gəlir verəcək. Və bu mükəmməldir. Təsəvvür edin ki, bir dəfə öz sisteminizi qurursunuz və ömrünüz boyu o passiv gəliri əldə edirsiniz. Ənənəvi işlərdə sən əsasən texniki bilgilərini tətbiq edirsən, amma şəxsi inkişaf və liderlik bacarıqları çox da ön planda olmur. Bu işdə isə sən daima öz üzərində işləməli olursan, özünə inamını artırırsan, qorxularını və komplekslərini aşmağa başlayırsan. Danışıq, təqdimat, sosial bacarıqlarını inkişaf etdirir, öz səsini tapır və insanlara təsir etməyi öyrənir. Yəni bu iş səni həm psixoloji, həm sosial baxımdan gücləndirir. Öz daxili potensialını ötürərək liderliyini elan edə bilirsən. Ənənəvi işlərdə isə İllərlə çalışsan da lider olmaq üçün rəhbərin səni seçməlidir. Network marketinqdə isə bu belə deyil. Öz komandanı qurursan, onlara yol göstərirsən, onların inkişafına töhfə verirsən, sən artıq lider olursan, çünki insanlar səndən öyrənir. Burada liderlik sadəcə mövqe deyil.
təsir və ilham vermə bacarığıdır. Bu sahədə təlimlər, seminarlar, mentorluq sistemi və kitablarla daima inkişaf edirsən. Burada uğurlu olmaq üçün gərək daima özünü yeniləyəsən. Bu da səni hər gün bir əvvəlkindən daha güclü biri edir. Bu sistemdə tək özünün uğuru yox, komandanın da uğuru vacibdir. Komanda qazanmalıdır ki, sən də həmişə qazanasan. Yəni burada birlikdə qazanılır. Həm komanda qazanır, həm sən qazanırsan. Şirkətdə rütbə sistemi olur. Motivasiya üçün bonuslar, səyahətlər, hədiyyələr təqdim edilir. Bu da insanı daima irəli aparır. Və sonda ən əsası odur ki, bu sistem o qədər mükəmməl qurulub ki, bu iş sistemi sayəsində qısa müddətdə ağla gəlməz pullar qazana bilərsiniz. Həm sərbəst iş qrafiki ilə çalışacaqsınız, həm də ağla gəlməz pullar qazanacaqsınız.